Hər kəsə salam, axşamınız xeyir olsun. 18 yanvar 2026-cı il tarixində OTK-nın 4-cü siniflər üçün olan testinin ingilis dili hissəsinin izahını verirəm. 51-dən başlayıram. Mike and Jane are playing stolüstü tenis sözü ping pong. Yəni 51-də cavab alacaq D variantı. A variantı beyzbol, B variantı golf, C variantı soccer, Y variantı futbol, hamısı fərqli oyun adlarıdır. Stolüstü tenis sözü ingilis dilində ping pong 4-cü sinif məktəb dərsliyində var. 52-ci sözə baxıram. Deməli, nöqtələrin yerinə bir hərf yazmalıyıq və söz əmələ gətirməliyik. Grandparent. Grandparent nənə baba deməkdir. Parent valideyn, grandparent yəni nənə babalar. 53-cü testə baxıram. It is the 6 months. O 6-cı aydır. 6-cı ay hansıdır? İyun ayı. İyun sözü də June yazılır. 53-də cavabdır. 54-də baxıram. I like planes. Mən təyyarələri xoşlayıram. I want to be. Mən istəyirəm olum. Təyyarələri xoşlayırsa deməli pilot olmaq istəyir. Yəni 54-də cavab olacaq D variantı. 55-ə baxıram. What time is it? Saat neçədir? It is 7 p.m. 7 p.m.dir. It is. 55-də düzgün cavab olacaq C variantı. Evening, axşamdır. 7 p.m. axşam 7-dir. 7 a.m. isə səhər 7-dir. Yəni orada 7 a.m. yazılsa biz E variantına düzgün cavab seçərdik. 7 p.m. eveningdə axşamdır. Ona görə cavab olur C. 56-ya baxıram. Düzgün cümləni seçməliyik. Bu işarə əvəzliyinə aiddir. This, zət təkdir. These, those, cəmdir. 1-ə baxıram. This is my head. Bu mənim başımdır. Bəli. 1 düzdür. 2-yə baxıram. These are my head. Bunlar mənim başımdır. İnsanın bir başı var deyə biz buna these deyə bilmərik. Bunlar mənim başımdır deyə bilmərik. Bir baş olur çünki. 3-ə baxıram. This is my arms. Bu mənim qollarımdır. Arms sözü qollar olduğu üçün biz deməliyik. These are my arms. Bunlar mənim qollarımdır. Ona görə 56-da düzgün cavab olacaq D variantı. 57-yə baxıram. Fərqli olanı seçin. Afternoon günorta, morning səhər, noon günorta, midnight gecə, gecə yarısı, bir dənə 20 rəqəmdir. O da E variantı. 58-59 dinləmədir. Deməli, dinləmə mətninin cavablarını şagirdlərimin dediklərinə əsasən cavablandırıram. Çünki dinləməyə qulaq asmamış dəqiq bir cavab deyə bilmərəm. 58-də cavab çıxıb D variantı. Ali is late, Ali gecikib. 59-a baxıram. Before Ali goes to school, Ali məktəbə getməmişdən əvvəl o. Baxın, 59-cu testi dinləmədə eşitməsəz belə məntiqlə düz yazmağı bacarmalısınız. Ali məktəbə getməmişdən əvvəl o. A variantı kinoteatra gedir, B variantı oyun oynayır, D variantı axşam yeməyi yeyir, G variantı yatmağa gedir. Məktəbə getməmişdən əvvəl nə qara bilər Əli? Yuxudan dura bilər. Dişini yuya bilər, saçını daraya bilər, əlini yuya bilər, sumkasını hazırlaya bilər, məktəb formasını geyinə bilər və səhər yeməyi yeyə bilər. Yəni bu variantlar. Yəni dinləməyə o hissəni başa düşməsək belə, bu testi biz məntiqlə yazmağı bacarmalıydıq. Bəzi şagirdlərim səhv yazıb, amma mən uşaqları bunun üstünə danlayıram ki, siz dinləməni başa düşməsəz belə, bunu məntiqlə düz yazmağı bacarmalıydınız. Before əvvəl. Ali məktəbə getməzdən əvvəl səhər yeməyi yeyir. 59-a cavab C variantı. 60-cı testdə isə deyir Əli saat neçədə yuxudan qalxır, 60-da cavab çıxıb Y variantı saat 7-də. Yəni saat 7-də məktəb yuxudan qalxır, saat 8-də məktəbə gedir və s. Yəni dinləmə hissənin cavabları da oldu. 58D, 59C, 60. Bugünkü video izahım bu qədər oldu dostlar. İmtahan suallarını ən qısa zaman ərzində, ən tez şəkildə öyrənmək istəyirsinizsə, kanalıma abunə olun. Testlər əlimə keçən kimi mən test izahlarını həmin güncə kanalımda paylaşıram. Videolarım sizin üçün faydalıdırsa abunə olmağı, like atmağı və başqalarıyla bölüşməyi unutmayın. Sağ olun, hələlik.